just watch. İtirazın yoksa saklayın bunlar orijinallara. Yok. Özə təkrarlar da yox. İtirazsız filansız. Hərəkətdə təkrarlıq da yox idi. Salam, biz Crazy Eyes komandasıyıq. Bir neçə dəqiqədən sonra yarım final üçün səhnəyə çıxacağıq. Çox həyəcanlıyıq. Yarım finala çıxanların hər kəs bizim rəqibimizdir, biz onları rəqib kimi hesab edirik. Çünki güclü olmasaydılar yarım finala çıxmazdılar. Amma nə qədər də güclü olsalar biz qalib gələcəyik, buna inanırıq. Səhnəyə çıxmalıyıq artıq. Sağ olun. Buy it, use it, break it, fix it, trash it, change it, mail, upgrade it, charge it, point it, zoom it, press it, snap it, work it, quick erase it, write it, cut it, paste it, save it, load it, check it, quick rewrite it, plug it, play it, burn it, rip it, drag and drop it, zip, unzip it, load it, jam it, lock it, switch it, print it, pay it, touch it, technologic. One more time. One more time. Like the legend of the phoenix, yeah. All ends with beginnings. Oh, I can't. We've come too far to give up who we are. Say, we're up all night to the sun. We're up all night to get sun. We're up all night to get fun. We're up all night to get lucky. We're up all night to the sun. We're up all night to get sun. We're up all night to get fun. We're up all night to get lucky. We're up all night to get lucky. I'm sexy and I know it. I'm sexy and I know it. Yeah. Bravo. Bravo. Crazy Eyes grubu. Teşekkürler size bu dinamik reks için. Uğurlar arzulayırıq sizə. Aygün xanım, buyurun sizin fikirlərinizi Bəli, elə mən eşidək. istəyirdim danışam. Uşaqlar, mən diqqətlə fikir verdim sizin üz çizgilərinizə. Yəni, onlar da belə hardasa, onlarda da bir sinkron var idi. Yəni, rəqsinizdə sinkron çox gözəl idi. Rəqsiniz də çox maraqlı idi. Yəni, siz hamılıqla birlikdə mahnının içindəydiniz. O yaratdığınız obrazın içindəydiniz. Bu o qədər önəmlidir ki, bu çox vacibdir. Hərdən var insanlar çıxırlar səhnəyə, mesela ya rəqs edir, ya mahnı ifa edirlər. Fikri tamaşaçıdadır, kim necə baxdı, kim necə gülümsədi, kim ona belə çıxış. Necə ki biz Malikdən adətən belə eləyirik.
Biz rəqs eləyəndə mütləq kiməsə baxırıq. Malik də bizim Siz rəqsimiz yalnız mənə baxırsınız, mənim istərim. Və ona bu çox vacibdir. Səhnədə ifa etdiyin zaman rəqs mahnı fərqi yoxdur. Həmən yəni tamamilə o mahnının içinə girmək, danışdığın sözləri, o hadisəni, o hekayəni 3 dəqiqəlik, 5 dəqiqəlik, 4 dəqiqəlik hekayəni yaşamaq. Və siz onu yaşadınız, sizə uğurlar arzu edirəm. Təşəkkürlər Aygül xanım, çox sağ olun. Murad müəllim, Murad buyurun. Bey'in fikrini alaq. Sizdən gözləyirdim belə bir nömrə. Sizdən gözləyirdim, amma bu mərhələ gözlənilməz mərhələsidir. Və açıq sizə deyim, bu çıxışınızın içində yeni bir şey görmədim. Yəni tam başqa sizə oxşamayın. Siz o qədər maşallah mükəmməlsiniz ki, siz elə əvvəldən gələndə elə də mükəmməlsiniz. Yeni bir şey görmədim. Çox təəssüf. Amma bu yarışmada davam etmək üçün bu istedadınız kifayətdir. Uğurlar olsun hər birinizə. Çox sağ olun Murad bəy. Malik bəy, buyurun. Ümumiyyətlə Azərbaycanda çoxlu rəqs qrupları var və onların yeganə bir problemi sinxronluqdur. Uzun illərdir bu problem var və qrup şəkildə olan hər bir rəqsin uğuru yeganə bir şeydir, o sinxronluq. O uğura da siz nail oldunuz. Mən o sinxronluğu sizdə gördüm. Ümumiyyətlə bu böyük bir, çox çətin bir şeydir. Ümumiyyətlə bir neçə nəfər adamın eyni vaxtda, eyni zamanda eyni bir hərəkət etmək. Çox mühüm bir məsələdir. Mənim çox xoşuma gəldi. Mən ümumiyyətlə istərdim sizinlə səhnədə bir əməkdaşlıq eləyim. Niyə də yox? Niyə də Sevə yox, sevə bəli. Uşaqlar, yəni boş, lazım olmayan qara köynək, qara şalvar varsa, qırmızı papilon, Elə onu demək xahiş istəyirdim, göndərin. Malik müəllim elə layihə başlayandan özünə geyim axtarır. Tapa bilmir. Var belə bir geyim artıq. Yox, deyəsən bunlar hazırlaşıblar. Buna bax, qara, qırmızı, Murad, xəbərdar. Düyməni götür Malik, yaddan çıxartma. Düyməni. Çaşqanını xahiş Sağ ol. edirəm. Fikirlər bitdi. Bəli. Təşəkkür edirik, çox sağ Yola olun. salırıq Sağ olun. uşaqları, qrupu yola salırıq.